Şəddad ibn Əvs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ona belə buyurmuşdur. Ey Şəddad! İnsanların qızıl gümüş yığdıqlarını gördüyün zaman sən bu kəlmələrin mükafatını yığ. Allahümmə inni əsəlukə-thəbətə fil-əmr vəl-əzimətə alə'r-rüşd və əsəlukə mucibəti rəhmətik və əzaimə məğfirətik və əsəlukə şükrə ni'mətik və husnə ibadətik və əsəlukə qalbən səlimən və lisanən sadiqa və əsəlukə min xeyri mə tə'ləm və ə'udhu bikə min şərri mə tə'ləm və əstəğfirukə limə tə'ləm innəkə əntə allamul ğuyub. Allahım, səndən dində sabit qalmağımı və doğruluğa can atmağımı, sənin rəhmətinə qovuşduran və məğfirətinə yetişdirən əməlləri yerinə yetirməyi, sənin nemətlərinə şükür etməyi və sənə gözəl tərzdə ibadət etməyi, habelə salamat qəlb və düz danışan dil diləyirəm. Bildiyin hər bir xeyri səndən diləyir, bildiyin hər bir şərdən sənə sığınır və bildiyin günahlarıma görə səndən bağışlanma diləyirəm. Heç şübhəsiz ki, sən qeyblərdə olanları bilənsən.